Duyğularınızı asanlıqla dilə gətirə bilərsiniz, yeni insanlarla tanış ola bilərsiniz və sevgi həyatınızda flört enerjisi aktiv olacaq. 31 may tarixində günorta saatlarına etibarən göy üzündə ayla günəş arasında müsbət açı dediyimiz 60 dərəcəli açı aktiv olacağı üçün günorta saatlarına etibarən duyğularınızı asanlıqla dilə gətirə bilərsiniz. Ünsiyyət qurmaq, səhnə önündə olmaq və ya sosial mediada görünür olma istəyiniz bugün aktiv olacaq və eyni zamanda sosial mediada görünür olmaq üçün bugün çox gözəl müddətdir. Dəyərləndirməyə çalışın günorta saatlarına etibarən. Təqdimatla əlaqəli işləriniz varsa, bugün gözəl nəticələr və geri dönüşlər əldə edə bilərsiniz. Eyni zamanda dostlarınızla birlikdə zaman keçirmək istəyə bilərsiniz. Bugün dostlarınızla birlikdə zaman keçirə bilərsiniz. Qısa səyahətlər kimi planlar edə bilərsiniz və ya bugün qısa səyahətlər edə bilərsiniz. Yeni insanlarla tanışa bilərsiniz. Yeni insanlarla tanışma gündəminizdə bugün ola bilər və sevgi həyatınızda flört enerjisi yüksək olacaq. Sevgi həyatınızda flört enerjisi bugün yaşanıla bilər. Eyni zamanda daxil olacağınız məkanlardakı insanların bütün diqqətini öz üzərinizə rahatlıqla toplaya biləcəksiniz. Bugün qərar almaq üçün çox gözəl və uyğun bir gündür. Alacağınız qərarlar isə çox net bir formada olacaq. Dəyərləndirməyə çalışın.